Demək 5-ci suala baxırıq. 5-ci sual ismi yəlikəli ilə bağlıdır. Birinci bənddə biz apostrof S-dən sonra o been sözünü görürük. Bu bilirik ki, has been-in qısaltmasıdır. Ona görə birinci bənd yəlikəli deyil. İkinci bənddə children kökündən dəyişib cəmlənmiş isimdir. Yəlikəli apostrof S-dən düzəlir. Özündən sonra isim işlənmişdir. İkinci bəndimiz yəlikəlidadır. Üçüncü bənddə biz bilirik ki, şəxs əvəzlikləri ilə apostrof S-in işlənməsi əsla yəlikəli deyildir. Bu it is və yaxud da it has ola bilər. Ona görə üçüncü bənd səhvdir. Dördüncü bənddə daimgildə, əmimgildə mənasında işləndikdə bu şəkildə olur. Yəni, həmin məkan xarakterli sözün sonuna apostrof S əlavə edirik. Deməli, dördüncü bənd doğrudur. Və 5-ci bənddə isə biz nə görürük? Görürük ki, apostrof S-dən sonra ing-li feil işlənmişdir və cümləmizdə başqa bir yerdə də xəbər yoxdur. Deməli, bu olacaqdı my friend is coming şəklində. Ona görə 5-ci bənddə yəlikəli da deyildir. Cavabımız 2 və 4 olacaqdı. Yəni,